Hello babes. Mənim əzizlərim, mənim izləyicilər, bu mənim ilk çəkdiyim kanalım üçün vloqlardan birisidir. Deməli bu günləri mən sizə öz dekorativ kosmetikalarımı göstərəcəm. Başlayaq bu vasitədən. Bu deməli mən hardasa 2017-də, 2016-da belə almışam bu highlighter paleti, highlighter bronzer paleti. Klaudion'dur, bilmirəm orijinaldır, deyil. Bu firmanın originalı olur, olmur. Ümumiyyətlə belə markaları tanımıram, məlumatım yoxdur, amma bunu vaxtdan almışam və belə bronzer kimi, yəni üzündə qəhvəyi rəng olsun deyənə istifadə edirəm. Rumanlı kimi desəm, rumanlı desəm olur. Yəni bu belə bunu hardasa 3 manata qədər gəldirdim. Səbəb ixtisas mərkəzindən o vaxtdan bu kimi hələ də istifadə edirdim. Ta ki burada sonunu göstərəcəm. Bu yaxınlarda Timur'da sifariş verdiyim bronzer və desaj, kontur desaj olaraq bunları da sizə göstərəcəm. Daha sonra mən elə kosmetik vasitə istifadə edirəm. Deməli son vaxtlarda bir iki dənə almışam, onları da sizə göstərəcəm. Bu deməli pastelin göz kölgələr paletidir. Burada yəni belə günlərdə istifadə etməyə uyğun olan yəni rənglərdir. Biraz xəstəyim, səsimə görə üzrlü sayın. Daha sonra bunu da elə çoxdan, nə bilim, bəlkə 2016-dan falan da əvvəl universitet vaxtı falan bəlkə aldığım rümianalardır. Bunları rümiana kimi istifadə etmirəm. Çünki mən uşaqlıqdan bəri üzüm bir, nə bilim, qaçanda, soyuq isti olanda qızaran biri idim. İndi belə deyil. Ona görə o qırmızılığı çox da sevmirəm. Çox olub məndə belə. Amma göz kölgəsi kimi xoşlayıram bəzən. Bunu belə tək yox, üstündən eyeliner falan çəkəndə daha belə səliqəli gözəl göstərə bilir. Burada gözlər var. Sponsorlarımdır, bunlar biraz karifeydilər. Gördüyünüz belə. Mən sponsorlar çox baha almıram. Yəni belə necə deyim, toptan satış yerlərindən falan alıram. Bunlar da Fitme'nin göz altı konsilyerləridir. Birinin nömrəsi 5'dir, birinin nömrəsi 6'dır. Mənim çox ağ olduğu üçün, yəni mən 5 istifadə eləmişdim. İlk dəfə istifadə etdiyim konsilyer bu olmuşdu Fitme'nin. Mən də çox ağ olduğum üçün bu ən deznatçıdır. Məndə pis görsənməmişdi həddlərim. Nə bilim, göz çəkməmişlər. Göz üçün bəzən belə bir düz işə gec gedirəm, amma xoşum gəlir belə göz altına falan göz çəkmək. Yəni nə bilim, linerin üstündən belə qeyri-adi makyajlar falan etmək. Bir də bu da belə indi bu dəqiqə tuşum var deyəndə stoklamaq üçün almışam. Ondan sonra indi bu dəqiqə bir tuş istifadə edirəm. Bunu deyəm tərəfində. Bu da ikinci. Yox, hələ birinci tuşumdur. Mən heç bir istifadə eləmədim bu kosmetikada. Yəni uzun müddətli qalıb. Daha sonra bura keçək. Nə bilim, burada mən deməli Jevin belə 636 nömrəli konturu var, dodaq konturu. Mən bu nömrə ilə, bu marka ilə konturluyorum. Çox əla olur, çox qəşəng olur. Sonra belə bir tuşum var idi. Ümumiyyətlə tuşları çox qız tərəfi ki, flan tuş yaxşıdır. Flan tuş yaxşıdır. Mən tuşlar arasında elə də riski fərq bilmirəm. Yəni nə tuşu çəkirəm, küpümdə eyni effekti verir. Zepures'in deməli SPF-ləridir, rəngsiz, rəngli. Mən elə bilirdim bu çox belə tonalini əvəz edəcəkdir, amma elə deyilmiş. Bunu belə çəkirsiniz. Belə rənglənir. Ümid edirəm çəkə bildim. Sonra davam edək. Burada Bravo Marketdən deməli bir nəmləndirici almışdım. Pis deyildi, gündəliyə yaxşıdır, amma hal-hazırda mən üz aldığım üçün hər nəmləndirici istifadə edirəm. Bunu uzun müddətli istifadə etmirəm. Bunu yəqin ki atarım, amma tələsmirəm. Çünki mən hələ müalicə dönəmindəyəm. Sonra mən baxım listə verəcək, ona uyğun hərəkət edəcəm həkimim. Əgər o deməli mənə uyğun olmasa, ondan atacağım, olsa tərkibində çox qalmayıb. Tərkibdə baxmaq saxlamışam. Və tonalım hal-hazırda budur. Mən Too Faced'in deməli BB kremini istifadə edirdim. Bundan çox razı qalmışam. Hətta mən deyərdim ki, bu BB krem özünün Too Faced'in tonal kremindən daha öldürücüdür. Nəsə mənə elə bir təsir bağışladı. Bəlkə ola bilər ki, mən bunu səhv düşünürəm. Bir də belə baxın, burada belə ağ karandaşlar var. Xoşlayıram ki, gözümün altına belə ağ karandaşlar çəkim. Bu çizgilərdir, belə qırmızı karandaşdır. Bu da qatlayanın səmimi var imiş. Yəni bu taçılqadır. Daha sonra belə bir aydadır. Bunu da mən hardasa 2017-18-də bunları alanda almışdım. 1 manat 50 qəpik falan bu cür almışdım. Belə parlaqlığı var. Yəni bu gündəliyə, yəni sanki yarayır. Daha sonra burada belə bir dodaq boyası var. Bu təzə mənə hədiyyə bu Pro-Getləsində Sabina parfümdə bir tanış işçi idi, o vermişdi. Təzə bunu mənə verəndə qızıl ucu qoxusu gəldi. Artıq yəni o dərəcədə vaxt keçib ki, götürdü bunu, yəni çəkəcəyim bir yer qismət olub və artıq bunun qızıl ucu gəlmir. Sonra keçən burada da yəni bura nə bilim atrabət karmaşlarım linerdə istifadə edəndə bu lineri istifadə edirəm. Favori illərdir, universitet vaxtından bu yana. Yəni yenə bir şey deyil. Tanıyanlar bilənlər bilir. 3 manat neçə qəpiyə olan bu FF-dır. FF deyirəm buna. Fleur'un lineridir. Yəni aynı bilim flomastir, aynı bilim rolikli, aynı bilim kislə olan heç bir liner istifadə etməmişəm, elə də bilmirəm. Mənim əlimin öyrəşdiyi, rahat gələn, aynı bilim bilet çatlayır edir. Çatdan bəlkə düzgün alsaq, bunun da orijinal poddelkası var. Düzgün alsaq, yəni heç olmur. Uzun bir müddət istifadə etmək olur. Bunu yəni yığıram, belə karandaşlar, pomadalar ki, yəni dağılmasınlar. Daha sonra belə dodaq qələmləridir. Bunu ilə kontrolluyorum. Bunlarla da içini doldururam. Daha sonra bunlar deməli Chico'dan belə kombo hədiyyə eləmişdi mənə rəfiqəm. Yoxsa mən özüm gedib yəni gördüyünüz kimi bu markalardan, yəni sizə aydın olduğu kimi gedib Chico'dan nəsə alan deyiləm. Dekorativ kosmetikaya çox pul xərcləməyi sevmirəm. Belə bir rəngdir. Daha sonra keçək bura, bunu sizə göstərdim. Mən deməli üz üçün müalicə aldığım üçün üzümdə elə bir dəhşətli problem yoxdur əslində. Sadəcə olaraq istəyirəm ki, daha da yaxşı olsun. Bir-iki dənə xatırlayan şeylər var, onları dağdan qaldırmaq üçün. Ona görə həkimin mənə verdiyi dərmandan dodaqlarım tez-tez quruyur. Mən hətta burada 2 dənə dodaq nəmləndiricisini qurtarmışam, bu artıq qurtarmaq üzrədir. Bu da demək ki,
bitib belə bu şəkildə. Və bu arada mən ilk dəfə idi bunu istifadə edirdim, bu Fitonun dodaq balzamını, amma çox razı qaldım dodaq balzamından. Həmən o dəqiqə, yəni mən heç bir dodaq balzamına o qədər razı qalmırdım. Daha sonra burada belə qodur rozum var. Belə qəşəng parlaq deyil, amma ümumilikdə probleminiz qurmaqdırsa, bu daha yaxşı eləyir Fitondan, çox xoşuma gəldi. Sonra bu İsananın da endirmə düşmüşdü. Bu da Isanandır. Elə bildim ki, rəngsizdir, səhv salmışam, amma bu belə ağ edəcək dərəcədə bir rəngi var, dodağı ağ. Mənim də Allahdan özü dodaqlarım açıq rəngdədir, bu daha da açıq edir. Belə evdə nəmləndirmə təklif edir, balımdır bu. Belə rəngləndirici olaraq gündəlik, qış aylarında həm nəmləndirir, həm rəng verir. Belə də yəni çox asandır istifadəsi. Ən son keçək mənim makyaj üçün etdiyim sifarişlərə. Ayka 14 deyəcəm ki, blogeri tanıyırsınız. Bu blogerde bu markanın yəni belə də təriflədiyini, istifadə edib razı qaldığını gördüyüm üçün dedim görüm markada nə var və mənə lazım olan bəzi şeyləri aldım. Çünki bu bronzerdən artıq istifadə etməkdən bezliyim. Nəhayət də yəni 2016-dan 17-dən bu yana artıq ki bezdim demə. Və qərara gəldim ki, onu bronzer alım. Bunu da indi belə dırnağımdan bu vəziyyətə saldım. Sonra belə bir vasitə elə aldım. Amma gələ bunları çoxdan alardım, yəni bu tipdə. Çünki bunlar daha yaxşı makyaj etmək olur üzü. Bu ilə daha səliqəsiz alınırdım. Bu bronzerdir. Bronzer zaqamı göstərməz. Bunlar dəqiqli konturdur. Elə düşünürəm. Belə bir konturda aldım bu formada. Heç istifadə edəməmişəm. İlk dəfə istifadə edəcəm bu formadan. Daha sonra deməli belə bir fiksatordur. Əsasən Ayka 14-ünü tərif edir. Qoxusu çox gözəldir. Effektini də özü göstərib. Hələ ki istifadə edəməmişəm. Çünki hələ ki üz müalicəsinə davam edirəm. Bu dəqiqə mənə elə prosedur ediblər ki, heç mikroneyding ediblər hazırda bu videonu çəkəndə. Heç mən özümdə yuya bilmərəm bir 3 gün ərzində. Daha sonra belə bir bədən parlatıcısı almışam. Qızlar açıq-saçıq geyinəndə bir də görürsünüz ki, baxın belə qoy işıqla da göstərim sizə. Belə bir sarılıq verir. Açıq-saçıq geyinəndə qollarına, sinələrinə çəkilir. Dedim olsun, bundan da sifariş verim. Mən hardasa bu qədər məhsula, bu Mislim markasının məhsuluna Temuda 20 manat pul ödəmişəm. Bəlkə də aranızda yəni elə Temuda sifariş verə bilərsiniz ki, elə endirmə əldə edə bilərsiniz ki, daha ucuz ala bilərsiniz. Yəni bu qədər dekorativ kosmetikalarım qızlar məndə bu qədərdir. Bu markalardır. Yəni hələ son dövrlərdə, mən bunu göstərməyi unutdum. Son dövrdə nəsə bir dənə makyaj yoxdur bir qızda. Line çəkmişdi, üstündən də göy rəngdə bir makaron daşıydı, ten idi, işləmişdi, çox gözəl görsənirdi. Hətta nə bilim sarı rəngdə tenlə falan da çox gözəl, yəni harasa gedə biləcəyiniz, amma qeyri-adi bir makyajlar idi. Oradan baxıb həvəslənərək bu rənglərə görə bu teni də almışam, Olive Kosmetik mağazasından əldə etmişəm bunu. Yəni gördüyünüz kimi elə son dövrlərdə nəsə almışam, yəni rəfiqəm Kiko hədiyyə edib bunu almışam, bunları almışam. Ona qədər vəbşə ümumiyyətlə yox dərəcəsində idi. Təşəkkür edirəm. Abunə olsanız sevinərəm, daha da həvəsli və səliqəli videolar çəkərəm. Sağ olun.